Bilirsinizmi ki, ABŞ hərbi dəniz qüvvələrinin ən hörmətli zabitlərindən biri Antarktida üzərindən uçuş zamanı qeyri-mümkün bir şey gördüyünü iddia edib? 1947-ci ildə Admiral Richard Evelyn Byrd tarixdəki ən böyük Antarktika ekspedisiyası olan High Jump əməliyyatına komandanlıq edib. 13 gəmi, 4700 nəfər heyət və onlarla təyyarə. Lakin Cənub qütbü üzərindən tək başına uçuşlarından birində Byrd radio səssizliyini pozdu. O, geniş buz sahələri üzərindən uçduğunu təsvir etdi. Sonra qəfildən qar olmayan bir vadi. Onu dağlar əhatə edirdi. Hava istiləşdi. Onun cihazları sıradan çıxdı. Həyatda heç vaxt ictimaiyyətə açıqlanması nəzərdə tutulmayan şəxsi gündəliyində iddia edirdi ki, yazmışdı. Biz qütbün arxasında quru sahəsi gördük. Heç bir xəritədə qeyd olunmayan bir yer. Qısa müddət sonra missiya qəfildən dayandırıldı. Byrd ABŞ-a qayıtdı və konqres qarşısında ifadə etdi, xəbərdarlıq etdi. Ən böyük təhlükələr qütb bölgələrindən gələ bilər. Bəziləri deyir ki, o susduruldu. Digərləri isə deyir ki, o dünya haqqında anlayışımızı həmişəlik dəyişdirən bir şey gördü. Lakin bir şey dəqiqdir. O özündən əvvəl heç kimin uçmadığı qədər uzağa uçdu və bəlkə də heç vaxt bilməli olmadığımız sirlərlə geri qayıtdı.